Əlbəttə, Nardıran kəndi haqqında burada çox sözlər deyildi. Mən hamı bilir ki, Nardıran kəndindənəm. Ancaq şairlərə məkan yoxdur, yer, yurt yoxdur. Şairin şeiri harada sevilirsə, harada oxunursa, dünyanın hansı yerində oxunursa, elə o oralıdır. Bir halda ki, o yad olunur, demək sevilir, o elə oralıdır. Və mən şeirlərimdə dönə-dönə bunu demişəm də, kim soruşsa Mail Azəroğludur, fərqi yoxdur, olur olsun haralı. Və yaxud kim soruşsa, hər kəs soruşa, gəl mənim ünvanımı sizdən, ol şəxsə deyim, Mailin ünvanı vətəndir. Mən həqiqi mənada Azərbaycanın ən ucqar rayonlarından tutmuş, ta Bakı şəhəri ki, bizim paytaxtımızdır, bunun Bakıda daxil olmaqla hamı mənim üçün elə öz doğma vətənimdir, öz doğma yurdumdur. Mən elə bilirəm ki, elə o yerlərdə anadan olmuşam. Mənim üçün fərq eləmir bu.